Bugün mənə verdiyiniz ən çox iki sualı, mənə ən çox let's down eləyən, qarşılayıram, salamlayıram. Stop. No. Stop. Buongiorno guys, sizi İtalyanın Padova şəhərindən salamlayıram. Özümlə Bakının küləyini də gətirmişəm İtalyaya. Bugün ən çox verdiyiniz iki sualı cavablandıracağım. Birincisi, İtalyada təhsil üçün İngilis dili nə qədər vacibdir? İkincisi, hansı kursu məsləhət görürsünüz? Let's go. Bir, İtalyada təhsil üçün İngilis dili kifayətdir. Diqqətlə dinləyin, təhsil üçün. İşləmək üçün demirəm, çünki öz dillərini normal olaraq tələb edirlər. Burada nəinki təhsil üçün, yaşamaq üçün də az-çox kifayətdir. Çünki ünsiyyət qura bilirsən, səni başa düşürlər. Çünki mən burada oturum icazəsi almaq üçün Poste Italianoya, hansı ki, asan xidmətə getdim, polis idarəsinə getdim. Eyni ilə yolda nəyisə başa düşməyəndə, qatarla gediş-gəlişdə nəyisə anlamayanda ingiliscə soruşuram və cavabımı ingiliscə ala bilirəm. Bunun üçün narahat olmayın. İngilis dili İtalyada təhsil üçün kifayətdir. Sual 2. Hansı kursu məsləhət görürsünüz? Bir dost kimi, bacı kimi düşünmədən deyə bilərəm ki, Ink Akademi. Mən ingilis dilində tədrisə başlayanda sadəcə 2 aylıq speaking dərslərinə qoşuldum və artıq 2 ayda danışmağa başlamışdım. I have been studying English at Ink Academy for 2 months. This academy has been very useful for my English skills. I thank to Tahira teacher, Muhammed teacher and all the team. Ama bu yolda etdiyim bir səhv oldu. Mən etdim, siz etməyin. IELTS imtahanına Ink Akademi ilə hazırlaşmadım. Buna səbəb biz 3 nəfərlə başladıq bu yola. İkisi fərqli kurs dediyinə görə, azlıq da çoxluğa tabi olduğuna görə mən başqa kursda davam etdim və sonda üçümüz də peşman olduq. Növbəti videomda hansı kursa getməməli olduğunuzu deyəcəm. Zarafat eləyirəm, kimsənin çörəyinə bahis ola bilmərəm, amma gərək çörəyi yeyəndə halallıqla və heç bir tələbənin ahını almadan yeyəsiniz. Mövzumuza dönək. Mən Ink Akademini bir çox uşaqlara məsləhət gördüm və onlar minimum 7-5-8 IELTS aldılar. Daha faydalı videoların davamının gəlməsini istəyirsinizsə, məni izləməyi unutmayın. Ciao.